Salam mənim əziz tələbələrim və dəyərli izləyicilərim. Sizlər üçün çox maraqlı qısa bir video çəkirəm. Readingdə bu sual tipinə əlbəttə ki, rast gəlmisiniz. Amma ki, bu dəfə qısa bir video çəkib, əgər bu video çox maraq gələrsə, baş gələrsə, yenidən bu videonun ardını çəkəcəm. Deməli, bu sual tiplərində əsasən məqsəd nədir? Birinci sualın ardını yuxarıdakı verilmiş variantlarla tamamlamaq. Burada gördüyünüz kimi biz açar sözləri götürürük. Biologists götürə bilərik, reject sözünü götürə bilərik, for a long time ifadəsini götürə bilərik. Bunları məsələn burada axtarırıq. Biologist tapdıq, reject'in digər sinonim sözünü tapdıq. Məsələn, reject sözünün sinonimi və biologist falan tapdıq. Deyək ki, yeri oradadır. Və onun orada olan cümləsində açar sözləri işarə edirəm. Hansı ki, mənə qəribə gələn principle sözdür, evolution sözdür, nə bilim, backward sözdür və s. Və gəlin bir-bir axtarmalıyım. Məsələn, A-da ümumiyyətlə long loss hissəsi, nə bilim, reappear hissəsi demək olar yoxdur. B-də xüsusi sözlərdən görmürük. C-də C variantında appearance, behavior falan görünmür. Sonra I variantı və F variantında burada oxşarlıq var. Hansı ki, bu oxşarlıqlar bizim üçün ən vacib oxşarlıqlardır. Amma mən I-ni niyə görə götürə bilirəm? Çünki orada tab sözündən heç bir, hər hansı bir ifadə kəsb edən söz yoxdur və yerdə qalan bir dənə F variantıdır. Всё. Qısa və konkret cavabımız nə olur? F variantı. Bu tiplər sizin sualı tapmağınıza çox rahat kömək eləyəcək və ümid edirəm ki, siz də həmçinin bu videodan sonra rahat tapacaqsınız.